Bloger Ayaz Kara Azərbaycan təbiətini digər ölkələrlə müqayisə edən möhtəşəm bir video hazırlayıb. Video 500 min izlənib. İqtisadçı Fərhad Pərvizi də Dəli Şeytan deyib bu ölkələrin ümumdaxili məhsulunu müqayisə et, başlığı ilə paylaşıb. Ayaz Kara isə Fərhad Pərviziyə mən təbiət videoqrafıyam, gerisini siyasilər düşünsün yazıb. Gəlin indi görək bir videoqraf videomun nə olduğunu bilməlidir yoxsa yox. Həqiqətən bir videoqrafın təhlükəsizliyini, gəlirini, rifahını müəyyən edən şey sadəcə onun nə qədər yaxşı video çəkməsidirmi? Bunu başa düşmək üçün əvvəlcə Udemy-in nə olduğuna baxaq. Udemy bir ölkədə istehsal olunan bütün məhsul və xidmətlərin cəminin pullu ifadəsidir. Yəni bir-birimizdən və digərlərindən nə alırıq, satırıq, bunların qiymətlərinin cəmidir. Videodakı İsveçrə ilə Azərbaycanın Udemy-ni müqayisə edək. İsveçrənin ərazisi Azərbaycanın ərazisindən 2 dəfə, əhalisi isə təxminən 10% azdır. Lakin buna baxmayaraq İsveçrənin Udemy Azərbaycanın Udemy-dən 13 dəfə artıqdır. Və bunun nəticəsidir ki, İsveçrəli bir videoqraf illik $100.000 qazanarkən Azərbaycanlı eyni təcrübədə olan videoqraf ən çoxu $10.000 qazanar. İndi gəlin bir bloger, videoqraf və ya hətta bərbər Udemy-dən necə olur təsirlənir buna baxaq. Sizə sadə və hamının başa düşəcəyi dildə izah edim. 2 tələbə evi düşünək. Bu tələbə evlərinin hər birində 8 tələbə yaşayır. Bu tələbələr dolanmaq üçün qərarı alırlar ki, tələbələrin 4-ü evdən kənarda işləyərək evin xərclərini qarşılasınlar, digər 4-ü isə ev işini həll etsinlər. Lakin ədaləti qorumaq üçün qərarı alırlar ki, hər şeyi ödəniş üzərindən aparsınlar. Yəni, hər bir xidmətə bir qiymət qoysunlar və xidməti aldıqda bir-birlərinə ödəniş etsinlər. Misal üçün, paltar yumaq 3 manat, qab yumaq 2 manat. İkinci ev birinci evdən sadəcə bir şeylə fərqlənir. İkinci evdə hamının qazancının bir-birindən keçdiyi başa düşülür və daha çox qazanmaq üçün qərarları kollektiv olaraq alırlar. Kollektiv bir büdcə müəyyən edib, o büdcə ilə öz aralarındakı ən potensial olan inkişaf istiqamətində xərcləyirlər. Kitab alırlar, kurs alırlar. Bu inkişafın nəticəsi olacaq ki, bir ildən sonra evlərdəki gəlirlərin fərqinə baxsaq, ikinci evdəki artımın birinci evə nisbətən daha çox olduğunu görə bilərik. Çünki ikinci evdə işləyən 4 işçidən ikisi yeni bacarıqlar nəticəsində işlərini xidmət sektorundan daha dəyərli işlər olan proqramist, dizayner kimi işlərə dəyişiblər. Lakin o 2 nəfərin gəlir artımı təkcə özlərinə yox, eyni zamanda yaşadıkları tələbə evlərinə də təsir göstərir. Çünki artıq ikinci evdə daha çox və daha yaxşı xidmət üçün çox pul ödəməyə hazır olan adamlar var. Bu rəqabət də öz növbəsində rifahın və əmək üçün olan qiymətlərin ikinci evdə ciddi artmasına təsir göstərir. Necə ki, ikinci evdə insanların gəlir artımını müşahidə etdiksə, eyni fərq ölkələr arasında da daha qabarıq olmaqla ortaya çıxır. Buna görə də heç birimizin özümüzü kənara atıb mən işimi yaxşı görürəm demə haqqımız yoxdur. İşimizi yaxşı gördüyümüz qədər ölkəmizin toplam Udemy-ni artırmaq üçün də ölkəmizin institutları və kollektiv qərar qəbul etmənin inkişafında rol almağa məcburuq. Bu sadəcə şəxsi rifahımız üzərində işləməkdən dəfələrlə daha yaxşı strategiyadır.